Bugün size bir fakt yok. Son günler araştırarken məni ən çox düşündürən suallardan birini danışacağım. Nə qədər qəribə səslənsə də, kainatın ən böyük sirri böyük partlayış olmaya bilər. Məncə əsl sir qanunların özüdür. Çünki alimlər cazibə qüvvəsini təsvir edə bilirlər. Kvant fizikasını izah etməyə çalışırlar. İşığın sürətini ölçürlər. Amma demək olar ki, heç kim bu sualı vermir. Niyə bu qanunlar ümumiyyətlə mövcuddur? Mən araşdırdıqca maraqlı bir məqam gördüm. Elm necə sualına inanılmaz dərəcədə yaxşı cavab verir. Amma niyə sualında hələ də böyük boşluqlar var? Məsələn, elektron kainatın harasında olursa olsun eyni qaydalara əməl edir. İşıq milyardlarla işıq ili uzaqda da eyni sürətlə hərəkət edir. Sanki bütün kainat görünməz bir razılaşmaya əməl edir. Bəs bu razılaşmanı kim yazıb? Yoxsa heç kim yazmayıb? Bir başqa fikir də məni çox düşündürdü. Əgər sabah bütün fizika qanunları dəyişsəydi, bunu hiss etməyə vaxtımız belə qalardımı? Yox. Çünki atomlar da dəyişərdi. Beynimiz də dəyişərdi. Hətta dəyişiklik anlayışının özü də başqa məna qazanardı. Bu isə məni başqa bir nəticəyə gətirdi. Bəlkə də kainatda ən sabit şey maddə deyil, qanunlardır. Və bəlkə də insanın hələ vermədiyi ən vacib sual budur. Qanunlar reallığın nəticəsidir, yoxsa reallıq qanunların nəticəsidir? Bu mənim araşdırmalarımdan sonra gəldiyim düşüncələrdən biridir. Siz necə düşünürsünüz? Yoxsa bu videonu izləyib, mən onsuz da bunu bilirdim deyənlərdənsiz? Əgər doğrudan da bilirdinizsə, DeepMind'a abunə olmayın. Çünki burada rahat cavabları yox, insanı narahat edən suallar paylaşılır.